Ömer vaxtınız xeyir. Bugün biz sətirlər və siyahlar, onlar üzərində əməllər haqqında danışacağıq və bir də çalışacağıq funksiyanı bitirək. Və proqramlaşdırmada dəyişənlər dedikdə nə nəzərdə tutulurdu demişdik. Hər hansısa bir qiymətlərin nəyəsə bərabərləşdirilməsi, mənimsədilməsi. İndi baxaq, biz bunu həmişə neyinirdik? Sətir tipində yazmışdıq indiyə qədər və int və float tiplərində yazmışdıq. İndi isə bəzən elə məlumatlar olur ki, onların hamısını bir sətirdə yazmaq mümkün olmur və yaxud çox yer tutur və yaxud ayrı-ayrı məlumatlar olur. Biz onu məcburuq siyahı şəklində yazaq və yaxud sətir tipində saxlayaq. İndi onun üçün də biz sətir və siyahılardan və onların metodlarından istifadə edəcəyik. Birinci növbədə sətirlərdən başlayaq. Sətirlər simvollar ardıcılığıdır və orada bu simvollar sıfırdan başlayaraq nömrələnirlər. Yəni buna indeks deyilir. Yəni ümumiyyətlə sətirdə də, siyahılarda da həmişə nömrələnmə sıfırdan başlayır. Bunu bu formada qeyd edək. Sətrin iki indekslə ayrılmış hissəsini isə kəsik deyilir. Məsələn, tutaq ki, burada birinci mətn dəyişəninə baxaq. Mətn dəyişəninə verib Qarabağ Azərbaycandır nida. Mətn 0 o deməkdir ki, mətn yəni dəyişənin ilk simvolu, yəni Qarabağ Azərbaycandırın 0 yazmaq o demək deyil ki, yoxdur. 0 yazmaq belə deyək də ən soldakı, yəni nömrələmə sıfırdan başladığına görə o zaman bu sıfırıncıdırsa, biz onda gətirəcəyik Qarabağ Azərbaycandırın ilk simvolunu götürəcəyik. Mətn 1, mətn 2 nədir bəs? Mətn 1 neyəcək? Mətn 1 isə Qarabağın belə deyək, ikinci simvol. Yəni həmişə bir addım geri qalır da belə deyək. 0, 1. Yəni normalda sayanda ikinci, amma indeksinə baxanda birinci A hərfin götürəcəyik. Məsələn, mətn 07 hissəsi nəyə verəcək? Bu artıq kəsikdir. Mətn 07 o deməkdir ki, ümumiyyətlə sağ tərəf, ümumiyyətlə bu tip kəsiklərdə həmişə sağ tərəf daxil olmur, sol tərəf daxil olur. Yəni 0-dan 7-yə deyibsə, biz deməli 0-dan 6-ya götürməliyik. 2-dən 5-ə götürübsə, biz deməli 2-dən 4-ə götürməliyik. Sol tərəf daxildir, sağ tərəf isə daxil deyil. Ona görə Qarabağ Azərbaycan sözündə tutaq ki 0, 1, 2, 3, 4, 5, 6, 7-ci boşluğa düşür. Amma biz ora qədər götürürük. O zaman biz nəyə götürmüş olacağıq? 0-dan 6-ya qədər. Bu da eləyəcək Qarabağ. Deməli, mətn 07-nin cavabı nə olur? Qarabağ ifadəsi olur. İndi baxaq, davam edək. Sonra len funksiyası. Len nə eləyir? Len lens sözündəndir, uzunluğunu tapır. Məsələn, Qarabağ Azərbaycandır ifadəsinin biz len əmri versək, ekrana 22 qiyməti çıxar. Yəni Qarabağ Azərbaycandır nida ifadəsində 22 simvoldur. Simvol deyəndə burada hərflər də götürülür, rəqəmlər də götürülür, boşluqlar da götürülür, simvollar da, yəni durğu işarələri hər biri götürülür. Sadəcə kənarda olan dırnaq işarələri götürülmür. İndi baxaq görək. Bəzən ola bilər ki, bizim daxil etdiyimiz ədəd, yəni ifadə ədəd də ola bilər. Məsələn, 357 qiymət ədəddir. İndi biz bunu neyini bəzən misalların tiplərində olur ki, biz onu sətrə çevirməliyik. Məsələn, rəqəmlərin təkcüt olduğunu yoxlayanda, rəqəmlərin cəmini tapanda və s. və s. Ondan ötürü biz 357-ni bir düzdür, bir riyazi olaraq yolda var, bir də sətri olaraq o məsələn həlli var. Sətirlə həll eləmək istəyiriksə, hökmən bunu sətir tipinə çevirməliyik. Onun üçün STR-dən istifadə edəcəyik. STR funksiyası nə edir? Ədədi sətrə çevirir. Yəni, məsələn, 147-ni dırnaq içərisində 147 yazır. Mən 254-ü dırnaq içərisində 254 kimi yazacaq. Yəni, indiyə qədər keçdiklərimizdən sətr haqqında bir input var, bir də STR var. Input daxil ediləndə də klaviaturadan daxil ediləndə də STR isə kodun daxilində dəyişmə zamanı istifadə olunur. İndi mütəmadi istifadə olunan metodlar var bu sətirlər üçündür və bunları sətirlə siyahının metodlarını bir-biri ilə qarışdırmaq qətiyyən olmaz. Sətirlərin metodları ancaq sətirdə istifadə olunur, siyahınca ancaq siyahıda. M.upper. Bu nə edir? Daxil edilmiş hər bir simvolu böyük hərflə yazır. Bütün simvollar böyük hərfə keçirilir. Məsələn, adekvat t böyüklə yazılır, bu digərləri kiçik, amma upper eləyəndə hamısı böyük hərflə yazılır. Lower nə edir? Hamısını kiçildir.
Adekvat M-lower. Nə edir? Bütün hərfləri kiçik ilə yazır. Capitalize nə edir? Yalnız ilk hərfi böyüklə yazır. Ancaq ilk hərfi. Yəni 100 sözdən də ibarət bir dənə sətir yazılsa, biz onu capitalize eləsək, ancaq birinci sözün birinci hərfi böyüyəcək. Yəni hər bir sözün birinci hərfi böyümür. Count nə edir? Count sayır. Məsələn, adekvat sözündə kiçik A-ların sayını soruşur. O zaman biz yazırıq, hə metodda belə işlənir. Deməli, nədə axtaracağıqsa, həmin dəyişənin adı, nöqtə və metod. Və metodda da mötərizənin içərisində yazılır. Yəni mötərizə açılıb bağlanır hələ ki. İndi məsələn bir yazırıq m.count dırnaqda A. Countda da axtardığımız dırnaq içərisində yazılır. Yəni bu demək ki, adekvat sözündəki kiçik hərflərin sayını tap. Məsələn, A-nın orada biri böyük olsaydı, o zaman cavab 1 çıxmış olacaqdı. Çünki Python böyük hərflə kiçik hərfi fərqləndirir. Yəni böyük hərf görəndə balaca hərf kimi qəbul eləmirik. Strip. Strip nə edir? M strip boyama mötərizə və yaxud mötərizədə dırnaq da ola bilər. Bu deməkdir ki, strip nə edir? Kənarlardakı boşluqları təmizləyir. Yəni mötərizənin içərisində nə yazılıbsa, heç nə yazılmayıbsa boşluqları təmizləyir. Amma mötərizənin içərisində A yazılsaydı dırnaqda, o demək ki, kənarlarda əgər A hərfi varsa, həmin o A hərflərin siləcəkdir. Yəni o da bizim də indi boşluq adekvat boşluq olduğuna görə heç nə silməyəcəkdir. Çünki o ilk hərfə baxmır, ilk simvola baxır. Simvol işləyir. Bizim də o verilən ifadədə ilk simvollarımız, son simvollarımızın hər biri boşluqdur. Yəni bu deyir burada dediyim hissədir. Məsələn, strip dediyim, məsələn, buradakı kənar boşluqları siləcək. Çünki içərisində heç bir şey vermir. Ancaq boşluğu silir onda. Amma A hərfi olsaydı olduğu kimi çap edəcəkdir. Çünki ilk simvollar, son simvollar boşluqdur, amma bizdən A istəyəcəkdi. Replace deyinir, əvəz edir. Adekvat sözündə EKV-ni VOK-la əvəz edir. Bu nə edir? Qabağına çıxan adekvat sözündə qabağına çıxan ilk EKV-ni VOK eləyəcək. EKV hardadır? Buradadır. Adekvat sözü onda nə olacaq? EKV-nin yenə VOK yazsa olacaq advokat. Bu formada. Find funksiyası. Find funksiyası nə edir? Metodu tapır. Nəyi tapır? Yəni hər hansı bir simvol lazımdırsa, həmin simvolu tapır və onu sonra nə edir? Və verilən aralıqda. Hə, aralığı da verməmiş ola bilərik. Yəni sadəcə qabağına çıxan ilk simvolu tapır. Məsələn, biz yazsaydıq ki, burada indi yazılana baxaq. Mfind A310. Bu deməkdir ki, 0, 1, 2, 3. Yəni 3-dən 4, 5, 6, 7, 8, 9, 10. Onu götürmürük 9-a qədər. Bu hissədə qabağa çıxan A-nın sıra nömrəsini tap. İndi başlayacağıq qabağına çıxan və ilk A-nın. Find həmişə ancaq birini götürür. İlk qabağına çıxan ilkincini götürür. İlk çıxan hərfi. 0, 1, 2, 3, 4, 5. Baxın A burada çıxıb. Deməli bunun indeksi nəymiş? 5 imiş. İndeksini qaytarır. Bir də ola bilər ki, məsələn, sadəcə find dırnaq içərisində A yazsın. O zaman isə yenə də qabağına çıxan ilki götürəcək. Bu dəfə ilə adekvat sözü A ilə başladığına görə birinci hərfin indeksi həmişə bir vahid geri olur. Ona görə olacaq, birinci deyəndə yəni hər hərfin. Ona görə olacaq 0. Yəni əgər sadəcə dırnaq içərisində A olsaydı, intervalı daxil eləməsəydi bunu, o zaman bir cavab götürəcəkdi sadəcə 1, 0. Sətirləri birləşdirmək üçün toplama işarəsindən istifadə olunur. Toplama olanda bu operatordan istifadə olunduqda sətirlərə əlavə simvollar əlavə olunmur. Sadəcə həmin simvollar ardıcıl olaraq yazılır. Biz demişdik ki, sətirlərə vurub bölmək olmaz. Sətirlərdən sətirlərə çıxmaq olmaz. Sətirlərlə sətirləri sadəcə toplaya bilərik. Məsələn, salam ayrıca sətirdə, necəsən ayrıca sətirdədir. Biz bunları salam plus necəsən yazsaq, bunları salam necəsən olaraq birləşik şəkildə ekrana çıxardacaq simvolların ardıcıllığı şəkildə. Bir də sətirlərin hər hansı natural ədədə vurulması var idi. Məsələn, salam vur 5. Bu nə demək idi? Salamı 5 dəfə yanaşı yazırdı. Yəni sətirlə natural ədədin və yaxud sətirlə sətrin ancaq bu operatorları var. Məsələn, burada verib salam hər bir ayrılıqda dırnaqda və printdə nə edib hər birini tək-tək çıxardıq. Amma biz məsələn bir dənə diqqət edin boşluqlarla çıxardıq. Niyə? Çünki biz demişdik ki, hər bir vergül işarəsi bir boşluq deməkdir. İndi ikincisi printdə isə vergülləri plusla əvəz edib toplama işarəsi ilə. Toplama işarəsində əvəz edəndə həmin o pluslar
Yəni simvolları yanaşı düzür. Olur, sağlam. Bu formada, yəni birləşik şəkildə. Bir də dövrlərdə necə istifadə olunur? İki cür dövrdə istifadə edə bilərik. Bir, interval kimi, aralıq kimi. Bir də var, hərf, simvol və simvol. Məsələn, bu koda baxsaq, adekvat sözünü verib, deməli, for a in range sıfırdan Leninimə qədər. Lenin, ümumiyyətlə, bu məlumat o demək ki, bunu hesablamağa ehtiyac yoxdur. Burada olan hər bir hərfin sıra nömrəsini götür, indeksini götür. Yəni 0, 1, 2, 3, 4, 5, 6. İndi başlarında E0-dan başladığına görə gəlir sıfırın üstünə 1, 1. 1-i çap eləyir, vergül, boşluq qoyur. Dırnağın içərisində olan C simvolu çıxardır. Dırnağın içərisində var olduğu kimi çap edir. Bir də vergülü yerinə boşluq qoyur. M-in sıfırıncı elementini çap edir. M-in sıfırıncı elementi nədir? A. Böyük A. Sonra dövr gedir. Dövr 6-ya qədər getməlidir bu formada. 1. İndi 1-in üstünə 1 gəlir, 2. İkinci simvol M2. Daha doğrusu M1. M-in də birinci qiyməti D. Yəni bu formada adekvat sözün hərfləri ayırır. Bu interval adı. Yəni Lenin uzunluğu falan hesablayır, amma aşağıdakı kod isə daha rahatdır. Sadəcə burada biz deyə bilmirik ki, birinci, ikinci, üçüncü. Onu nömrələyə bilmirik. Çünki i-nin nömrəsi hər dəfə dəyişməlidir. M bərabərdir adekvat. Yəni ondan ötürü ayrıca bir dənə belə deyək də dəyişən daxilləməliyik. K bərabərdir 1, sonra K bərabərdir K plus 1. Hər dəfə printin içərisində onu yazmalıyıq. For i in M. Bu nə edir? For i in M o demək ki, sətrin içərisində olan hər bir hərfi bir dəfə götürür ardıcıllıqla. Yəni i bir dəfə A olur. Sonra keçir D olur. Sonra keçir Y olur. K olur. V olur. A olur. T olur. Yəni hər birini tək-tək götürür. Bu olur adekvat sözü tər hərf və hərf çap olunur. Keçirik indi siyahılara. Siyahı nədir? Siyahı isə hər hansı məlumatın belə deyək bir siyahı şəklində saxlanılmasıdır. Məsələn, adlar siyahısı. Adlar siyahısında nələr var? Səxavət, Tural, Elvin, Elsəvər, Mehdi və s. və s. Biz indi print adlar yazsaq, adlar dəyişəndə olan siyahını bütövlükdə ekrana çıxarmış olacaq və siyahı şəklində. Siyahının daxilində, yəni hökmən sətirlər olacaq deyə bir şey yoxdur. Bunun içərisində istənilən tipdə məlumat ola bilər. Sətr ola bilər, siyahı ola bilər, siyahının içərisində siyahı və yaxud tam ədəd ola bilər, kəsr ədəd ola bilər, mənfi ədəd ola bilər. Hər bir hərfi və belə deyək, ədədlə olan ifadə ola bilər, dırnaqda yazılmış ola bilər, dırnaqsız yazılmış ola bilər. Yəni bunun içərisində heç bir məhdudiyyət yoxdur. Bu əmrlərin icrasından sonra aşağıdakı ekrana bu çıxdı. Və yenə siyah sətirdə olduğu kimi siyahıda da nömrələmək sıfırdan başlayır. 0, 1, 2, 3, 4. Burada da len məsələsi var, yəni uzunluğunu tapmaq. Uzunluğu tapmaq, ümumiyyətlə biz len olanda birdən başlayırıq hesablamağa. Qalan nömrələmə olanda sıfırdan başlayırıq. Len uzunluğudur. Yəni neçə simvoldan, neçə daha doğrusu elementdən ibarətdir. Element deyəndə vergül ayırıq. Səxavət 1, Tural 2, Elvin 3, Elsəvər 4, Mehdi 5. O zaman bunun uzunluğu 5 olur. İndi sıra nömrəsi də E ilə, kəsik də sıra nömrəsi də E ilə sətirdə olduğu kimidir. Məsələn, adların dördüncü elementini tapaq. 0, 1, 2, 3, 4. Mehdini çıxardacaq. Mehdini çıxartmalıdır, daha doğrusu. İndi burada nədir fərqi? Burada mənimsətmə. Ta ki, mən Mehdini silib Murad eləmək istəyirəmsə, o zaman yazıram adlar 4 bərabərdir Murad. O zaman nə edəcək? Biz yeni adlar siyahısını print eləsək, o zaman Səxavət, Tural, Elvin, Elsəvər Mehdini ekrana çıxardacaq. Bu, siyahının içərisindəki olan elementi dəyişmək üçündür. Məsələn, adlar 2 bərabərdir tutaq ki, Nicat. O zaman 0, 1, 2 Elvini Nicat eləyəcək. Belə deyək. Sonra başqa hansı funksiyalar var, metodlar var? Delete operatoru. Delete operatoru nə edir? Silir. Məsələn, adların ikinci elementin del. Delete'dəki del ilə ifadə olunur. Del boşluq, siyahının adı və kvadrat mötərizənin içərisində nömrəsi. Adlar 2 o deməkdir 0, 1, 2. Gəl buradan Elvini sil. Elvini sildi. Adları çap eləsək, o zaman Səxavət, Tural, Elsəvər, Mehdi kimi çap eləyəcək. Artıq orada Elvin olmayacaq. Kəsiklər də yenə deyirəm, eyni şeydir. Sətirdə olduğu kimi sol tərəf daxildir, sağ tərəf daxil deyil. Məsələn, adlar alt bərabər adlar 1, 3 yazsaq, ikinci və elə üçüncü elementin götürmək üçün
İkinci element hansıdır? Tural, Elvin 3. İndi sıra nömrələrsəm 0, 1, 2 və 3, 4. İndi mənə burada ancaq Turalla Elvin lazımdır. O zaman 1 daxil olmalıdır. Mən 2-ni götürməsəm, yəni 2-ni də daxil etsəm, ancaq 1 çap eləyəcək. Biz demişik axı, həm sol tərəf daxildir, sağ tərəf daxil deyil. Onun üçün mən bunu 3 götürməliyəm ki, 3-ü götürməsin, ekrana 2 dənəsini çıxartsın. Aydındır bu formada. Başqa burada nə deyə bilərik? Hə, tutaq ki, bunun biraz fərqli formaları var. Qoşa nöqtə 3. Yəni sol tərəfə daxil eləmir, sağ tərəfə daxil edir. Sol tərəf daxil elə olunmursa, ən sıfırıncısı indeksdən götürülür, yenə sağ tərəf daxil olmur. 0, 1, 2. Bu üçünü çap edəcək. Bir də var, sol tərəf daxildir, sağ tərəf daxildir. Bu zaman isə qoşa əgər 2 qoşa nöqtə, sonra 8 qoşa nöqtə, 1 qoşa nöqtə varsa, həmin sol tərəfdəki elementdən axıra qədər hamısı götürülür. Məsələn, yenə baxaq. Adlar 2 qoşa nöqtə. İkinci element Elvindir. O zaman Elvindən başlayır, axıra qədər hamısını çap edir. Elvin, Elsəvər, Mehdi. Bu formada. Yenə for dövrü ilə necə istifadə olunur? Yenə eyni şeydir. For dövründə adlar bərabərdir. Səxavət, Tural, Elvin, Elsəvər, Mehdi var. For in range nə edəcək? Gələcək sıfırdan len adlara qədər. Bu formada olanda indeksinə görə çap edilir. Adların sıfırıncı elementi. Range ümumiyyətlə ədəd olmalıdır, intervaldır. Adların sıfırıncı elementi səxavət. Adların birinci elementi tural. Adların ikinci elementi elvin. Üçüncü elementi elsəvər. Dördüncü elementi mehdi. Ardıcıl çap edir. Bir də var ki, biz bunu sadəcə for in adlar kimi yazaq. For in adları olanda isə elementin özün götürür. Yəni birinci götürür səxavəti, turalı, elvini, elsəvəri, mehdi dövr burada bitir. Len də dedik. Len nə edir? Uzunluğunu tapır. Məsələn, biz buna len adlar yazsaq, uzunluğu 5 olaraq ekrana qaytaracaq. Sonra baxaq, orada iki siyahının bir toplanması var. Yenə siyahının vurulması, bölünməsi, çıxılması yoxdur, sadəcə toplanması var. İki siyahının toplanması isə onlara bir siyahı daxilində yazılmasıdır. Məsələn, birinci siyahıda Səxavət Tural, ikinci siyahıda Elvin Elsəvər Mehdi var. Biz bu siyahıları toplasaq, o zaman Səxavət Tural, Elvin Elsəvər Mehdi olaraq yazılacaq. İndi başqa hansı metodlar var? Onlara baxaq, funksiyalar var. Sum, maksimum, minimum. Sum nə edir? Sum cəmləyir, yəni siyahının daxilində olan bütün ədədləri cəmləyir. Məsələn, burada 12, 27, 23, 3, 5 siyahısı var. Biz bunları toplasaq, sum eləsək, bunların o zaman cəmi 70 olacaq. Maksimum nə edəcək? Ən böyüsünü tapacaq, 27-ni. Minimum nə edəcək? Ən kiçiyini tapacaq, 3-ü. Minimumla maksimum funksiyalar elementləri sətirlər olan siyahılar üçün də istifadə edilə bilər. Yəni ədədlər yox, tutaq ki, hərflərə görə baxır. O zaman həmin bu ədədlər ASCII-dəki və yaxud Unicode-dakı simvolların ardıcıllığına görə götürülür. Məsələn, Səxavət, Tural, Elvin, Elsəvər, Mehdi. Bunun təbii ki, birinci elementə görə baxır. Birinci elementin kodu maksimumun deyir. İndi baxaq görək. Səxavət, Tural, Elvin, Elsəvər, Mehdi. Əlifba sırasında T, yəni birinci simvoluna görə baxsaq, ən axırıncı gəldiyinə görə, deməli onun ASCII-dəki sıra nömrəsi daha böyükdür. Ona görə də maksimumu tural çıxardacaq. Amma minimum desək, o zaman birinci hərfinə görə baxacaq. Birinci hərfinə görə baxsaq, baxıb görür ki, ən birinci gəlir, belə deyək, ardıcıllıqla minimum gəlir. Amma burada Elvin Elsəvər. O zaman keçir ikinci simvollara. İkinci simvollarda L-lar gəldiyinə görə yenə bərabərlik var. Üçüncü simvollarda artıq birində V gəlir, birində S gəlir. Əlifba sırasında da son hərflər X, V, X, Y, V, Y, Z olduğuna görə, S, T-dən də əvvəl gəldiyinə görə, o zaman belə çıxır ki, elsəvər daha kiçikdir. Göründüyü kimi iki simvollar eyni olarsa, üstünlük sonraki simvolların əlifba sırasında sıra nömrəsinə görə davam edir. Metodlar. Bu isə siyahının metodlarıdır. Hansı metodlar var? Append metodu var. Remove metodu var. Index, insert, count, sort, reverse. Göründüyü kimi burada sadəcə count ortaqdır. Append nə edir? Siyahının həmişə sonunu əlavə edir. Məsələn, yuxarıda siyahının sonuna biz adlar.append əli yazsaq, siyahının sonuna əli adı daxil olunacaq. Remove nə edir? Remove silir.
Nə silir? Hər hansısa bir elementin özünü silir. Remove, məsələn, Tural yazırıqsa, o zaman Tural siyahısını burada əlinə əlavə eləmişdi. Turalın özün siyahıdan silir. Yəni qabağına çıxan ilk elementin, yəni özünü silir. Sıra nömrə, məsələn, delete eləyirdi, sıra nömrəsinə görə silir. Delete edilen bir sırada sıra nömrəsinə görə silərik. Remove-dan sırada isə elementə görə silərik. İndeks nə edir? İndeksinin nömrəsini qaytarır. Məsələn, biz yazsaq print adlar nöqtə indeks Tural. O zaman Turalın sıra nömrəsini tapacaq. 0, 1. Turalın da qabağı, yəni ilk çıxdığı yer buradır. Olur. Bunun cavabı 1. Insert ID. ID o demək ki, sıra nömrəsini bildirir, indeksini bildirir. D isə elementdir. Məsələn, insert 2, görə burada nə yazılıb? Bir də onu izah edir. 1 50. Bu o demək ki, birinci yerə 50-ni əlavə elə. Sıra nömrəsi yox, yəni indeks nömrəsi. İndeks nömrəsinə baxıram, səxavət 0-dırsa, deyir 1-də 50 olmalıdır. Ona görə 50-ni belə deyir, səxavətlə Turanın arasına yerləşdirərək 50-nin sıra nömrəsini burada 1 eləyir. Count nə edir? Tapır. Sayır daha doğrusu. Eynən sətirdə olduğu kimidir. Count 50. Bu o demək ki, siyahıda olan 50-lərin sayını tapacaq. Və qabağına çıxan ilk yox, bütün siyahını öncədən görə bilir. Səxavət 50, Elvin 50, Mehdi. 2 dənə 50 olduğuna görə o zaman cavabı çıxardır 2. Sort nə edir? Kiçikdən böyüyə düzür. Məsələn, Səxavət Tural, Elvin Elsəvər, Mehdi. Kiçikdən böyüyə düzəcək. Ən kiçik biri Elsəvərdir, sonra Elvindir, Mehdidir, Səxavətdir, Turaldır. Əlifba ardıcılığına görə. Ədədlər də olanda nə edir? Kiçikdən böyüyə düzür. 13, 7, 4, 3, 5-dirsə, o zaman 3, 4, 5, 7, 23, 20 ekranı cavab eləyəcək. Reverse. Reverse nə edir? Reverse siyahının elementlərini belə tərsinə düzür. İngiliscə də sözün hərfi mənası tərcüməsi eynidir. Məsələn, Səxavət Tural, Elvin Elsəvər, Mehdi. O zaman olur Mehdi Elsəvər, Elvin Tural, Səxavət. Təbii ki, bunların hər biri normalda başa düşəndə çox asandır, yəni diqqət edəndə. Sadəcə bunların proqramların daxilində proqram yazarkən, proqramları oxuyarkən biraz diqqətli olmaq lazımdır. Bir sətr onun simvollarından ibarət siyahıya çevirmək üçün list funksiyasından istifadə olunur. Odlar yurdu, məsələn, sətrin verib. Biz bunu list S eləsək, mötərizə daxilində. O zaman necə? Odlar yurdunun hər bir elementini boşluqla, daha doğrusu dırnaq çarəsilə vergül qoyaraq çap edəcək. O-nu dırnaqda, D-ni dırnaqda, L-ni dırnaqda ta ki U-ya qədər. Bəs siyahının elementini sətrə bir necə çevirə bilərik? Yəni bir sətr kimi yaza bilərik. O zaman siyah join ilə istifadə edirik. Join eləyir, birləşdirir. Səxavət, Tural, Elvin, Elsəvər, Mehdini birləşdirir. Tutaq ki, biz birləşdirəndə deyirik ki, arasına nə işarəsi qoyaq? Əgər biz bunun arasına dırnaq, məsələn, indi burada verib, dırnaq içərisində birinci işarəni yazmalıyıq. Sonra join adlar, yəni adlar dəyişənlərin elementlərini birləşdir. Bu dırnaq içərisində olan işarə ilə. Məsələn, biz nə qoymuşuq burada? Biz deyədik kitabda nöqtə vergül boşluq. O demək ki, hər bir elementi, yəni hər bir vergülü nöqtə vergül və boşluqla birləşdir. O zaman olur Səxavət nöqtə vergül boşluq, Tural nöqtə vergül boşluq ta ki axıra qədər. Tutaq ki, mən istəyirəm ki, bunlar ardıcıl yəni yazılsın. Məsələn, odlar yurdunu bərpa eləmək istəyirəmsə, o zaman o dırnağın içərisində bura heç bir şey yazılmalı deyil. Sadəcə dırnaqlar açılıb bağlanmalıdır. O zaman onları yanaşı olaraq çap eləyəcək. Split nə edir? Split ayırır. Yəni, tutaq ki, siyahın elementləri var. Həmin o siyahın elementin, məsələn, Səxavət, Tural, Elvin, Elsəvər, Mehdi. Daha doğrusu sətirdir. Sətri siyahıya çevirməliyik. O zaman split, məsələn, biz buraya yazırıqsa ki, splitin içərisində vergül boşluq. O zaman nə edəcək? Gələcək vergülla, yəni harda vergül boşluq görsə, həmin hissələri siyahıya alacaq. Bunu split sadəcə mötərizəni açıb bağlasaq da, yəni boşluq qoysaq nə olacaq? Mötərizənin içərisində o sadəcə boşluğa görə ayıracaq. Yəni indi bizə də vergül olduğuna görə biz məcburuq bura vergülü qoyaq. İndi müstəqil qiymətləndirmələrə baxaq. Verilmiş proqramın icrasından sonra ekrana nə çıxacaq? Capitalize. Capitalize nə edir? Ancaq ilk hərfi böyüdür. Ona görə A səhvdir, B səhvdir, C doğrudur. Deyə bilərsiniz, orada Hacı Qabul neçə yazılıb. Burada kompüterin Hacı Qabulun xüsusi isim olduğunu bilmir ona görə. D-yə də səhvdir. Proqram icrasından sonra ekrana nə çıxacaq? Hacı Qabul rayonudursa,
Qoşa nöqtə 4. Qoşa nöqtə 0-dan 4-ə qədər hamısını çap edir. 0, 1, 2, 3. O zaman ekrana hacı çıxacaq. Yəni deyirəm, sonuncu çıxmır. Siyahıdan elementləri silir. Bu nə idi? Delete və remove idi. Sətirdəki simvolların sayını tapmaq üçün len funksiyasından istifadə edirik. Siyahıya element əlavə etmək üçün bir append son əlavə eləməliyik, bir də insert əlavə edə bilərik. İndi funksiyalardır, hansılar sətri, hansılar siyah. ABS ümumiyyətlə moduldur. Find nəyi tapırdı? Sətirdə tapırdı. B. Insert nə siyahıya əlavə eləyirdi. Index siyahıdaydı. Replace hardaydı? Replace də sətirdəydi. Sətrin içərisində olan hissələri əvəz edirdi. Y. Keçin indi funksiyalar, prosedurlar. Funksiyalarla prosedurların fərqi nədir? Prosedurlar sadəcə hesablayır, yəni ekrana cavab qaytarmır və yaxud hesabladığını məsələyə tətbiq etmir, belə deyək, sadəcə hesablamaq üçündür. Yəni geriyə qaytarış eləmir. Amma funksiyalar isə hesablayır və alınan nəticəni bizə return edirə geri qaytarır. İndi bəzi funksiyalar var ki, onlar hazır funksiyalardır. Hazır funksiyalar məsələn ABS, int, input, list və s. və s. Maksimum, minimum. Bir də var ki, istifadəçi özü siyah, neydi onun adı, funksiya yarada bilər. Bunun üçün də biz definition sözünəndir, açar sözündən istifadə edirik. Yəni siyahı hökmən deflə ilə başlamalıdır. Def, funksiyanın adı, mötərizə adları bağlanır, qoşa nöqtə. Dəyişən bu bildir indi burada yazılıb. Bildir bizim funksiyanın adıdır. Funksiyanın adına olan tələblər eynən dəyişənin adına olan tələblərdir. Yəni ancaq ingilis latın hərfləri olmalıdır. Boşluq olmamalıdır. Rəqəmlə başlaya bilməz, ancaq altdan xətt olmalıdır. Və altdan xəttlərində başlaya bilməz. Yəni sözün daxilində altdan xətt ola bilər, amma əvvəldə ola bilməz. Bu eyni tələblər burada da keçərlidir. Və funksiyalar iki cür olur. Parametrli forma funksiya, bir də parametrsiz. Və yaxud formal və faktiki parametrlər. Formal olaraq funksiya çalışır, ona hansı dəyişənlə ötürəcəyini təyin eləyir. Onlar yalnız funksiyanın yerinə yetirdiyi əməliyyatları təsvir etmək üçün lazımdır. Faktiki parametrlər isə onun adından sonra mötərizədə ona ötürülən parametrlərdir. Yəni mötərizənin içərisində yazdığımız dəyişənlər faktiki parametrlərdir. Bu nə üçündür? Formal nə üçündür? Məsələn, formalda konkret, məsələn, həmişə bu funksiya gedəndə, məsələn, cavabı 1 qaytarsın, nə bilim, cavabı 2 qaytarsın, cavabı salam qaytarsın. Konkret eyni işi görən. Amma faktiki parametrlərdə isə hər dəfə dəyişir. Məsələn, biz sahə düzbucaq funksiyasında AB yazmışıqsa, biz A-la B-nin qiymətini 5, 4 yazsaq, cavabı gedib 5 vur 4, print S 20 kimi çap edəcək. Amma 6-8 yazsaq 48. Yəni rəqəmlər dəyişdikcə, girişlər dəyişdikcə çıxışlar da dəyişəcək. Bu da belə. Bəzi indi bir də printlə return mənası fərqləndirir. Print nə edir? Print həmişə ekrana çıxardır. Yəni biz nə qədər eləsək də bütün cavabları ekrana çıxardacaq. Amma return nə edir? Return funksiyaya qaytarır. Məsələn, return S o deməkdir ki, bu alınan cavabı ekrana yox, düzbucaqlıya bərabər elə. Yəni sahə düzbucaq funksiyasına bərabər elə. Əgər mən printə sahə düzbucaq versəm, o zaman ekrana çıxart. Yəni bəzən ola bilər ki, biz funksiyanı hesablayırıq, amma hər dəfə ekrana çıxartmaq ehtimal məsələn dövrün içərisindədir. Ancaq sonuncunun cavabı lazımdır bizə. Yəni məsələn faktorialın hesablanması 5 faktorial. Biz bunun kodun yazırıq. 5 dəfə faktorialı hesablayır. 1 2 3 4 amma ən axırıncını ekrana çıxardır. Yəni 120-ni. Onun üçün biz burada return eləməliyik. Amma 5 faktorialın 5-inin də ekrana cavabı çıxması lazımdır. O zaman print edə bilərik. Məsələn indi burada kod verib, deyir bu nəyin hesablayır. Deməli, o zaman bu tip üsullarda n-ə biz rəqəm verməyimiz daha məsləhətdir. Məsələn, n-in yerinə 3 yazsam, o zaman 2-dən 4-ə qədər gedəcək. 2-dən 4-ə qədər də gedəndə nə edəcək? Ancaq 2 ilə 3-ü götürəcək. H1-dirsə bir dəfə olacaq 1 vur 2, bir dəfə olacaq alınan cavabı 3-ə vuracaq. 1 vur 2 vur 3. Bu da biz bilirik ki, nədir? N faktorialı. Mən 3 daxilləmişdimsə, 3-ə qədər ədədləri bir-birinə vurdusa, o zaman n ədədinin faktorialını hesablayır. Alt proqramlar haqqında hansı fikir yanlışdır? Doğru deyil. Parametr qəbul edə bilir, geriyə qiymət qaytara bilir. Geriyə qiymət qaytarmayan forması var proqramcı tərəfindən yaradıla bilir və yaxud da ki, parametr qəbul edib geriyə qiymət qaytarmayan
forması var. İndi düşünək biraz. Alt proqramlar hansılardır? Belə deyək, funksiyalar da belə deyək. Yəni proqramın içərisində yaradılmış kiçik hər hansı proqramlar. Burada parametr qəbul edə bilir. Yəni bu qısaca funksiyaya olan tələblərdən gedir. Parametr qəbul edə bilir, edə də bilər, etməyə də bilər. Geriyə qiymət qaytara bilir, eləyə də bilər. Məsələn, prosedurlar geriyə qaytara bilmirdi. Proqramçı tərəfindən yarada bilmir. Xeyr, bu səhvdir. Çünki proqramçı istənilən proqramçı belə deyək də, hər hansı kiçik də olsa, əgər kodda lüzum varsa, öz yəni funksiyasını yaza bilər. 3. Yaz adlı funksiya doğru çağırılıb. Funksiyanı çağırmaq üçün adından sonra qoy mötərizi olmalı və sonunda da qoşa nöqtə olmalı. İndi burada verməyiblər. 4. Yəni ən doğru cavab odur. Return əmri nə üçün istifadə olunur? Return əmrindən biz istifadə eləmək üçün belə deyək, funksiyanın nəticəsini geri qaytara bilərik. Yəni geri return sözünün də mənası nədir? Geri qaytarmaq. Nəticəni geri qaytarmaq üçündür. Ona görə D variantı olacaq burada da. 5-ci, formal parametrlərin istifadəsinin məqsədi nədir? Formal parametrlər nələrdir? Yəni funksiyanın özündə məsələn yuxarıda göstərilmişdir də. Burada koda baxsaq, faktorial koda. Fn. O Fn orada formaldır. Yəni formal ruh orada bildirir. Amma biz n'in yerinə 3 yazanda avtomatik n dəyişilib olur 3. N dəyişilib 3 olursa olur faktiki. N amma orada yazılanda olur normal. Normal deyəndə yəni formal. Ona görə geri qaytardığı qiyməti dəyişəni mənimsətmək üçün xeyir, bu returndür. Onlarsız funksiya yaradılması mümkünsüzlüyü xeyr, bəzi funksiyalar var ki, onlara parametr daxil olunmur. Funksiya nəticəsini geri qaytarmaq üçün returndür. Funksiyanı icra etmək xeyr. Funksiyanın alacağı faktiki qiymətləri təyin etmək üçün bəli. Əgər biz formal parametr yazmamışıqsa, ora nə edə bilmərik? Faktiki parametrləri yaza bilmərik. İndi baxaq növbətliyə 6 uyğunluğu müəyyən edin. Prosedur nədir? Geriyə cavab qaytarmayanlardır. Ona görə 1-ə gedir. C. Funksiya geriyə cavab qaytarmır. Ona görə B. Yalnız sətir tipli parametrlər qəbul edir. B. Xeyr, belə bir şey yoxdur. Yalnız proqramçı yarada bilir. Xeyr. Yalnız hazır şəkildə olur. Xeyr. Yəni yalnızların hamısı səhvdir. Əgər desəydik ki, sətir tipli qəbul edə bilər, hə, onu doğru götürə bilərdik və yaxud digərlərdən həmsin. Ümumiləşdirici tapşırıqlara baxaq. Verilmiş funksiyanın təyinatını müəyyən edin. Deməli, əgər biz ədəd daxil, yenə formaldır. Burada n-in yerinə 5 yazsaq, k-nı da 5 eləyir. K bərabərdir yenə 5. Deyir, əgər ədəd mənfidirsə, onun əksini qaytar. K bərabərdir mənfi ilə, return k. Əgər ədəd onda mənfi olmasa, müsbət olsa, deməli, özün qaytaracaq. Çünki ifin altındadır. Yəni, bu ədəd olan mənfi olanda müsbəti qaytarır. Müsbət olanda özün qaytarırsa, ədədin modulunu hesablayır. Proqramda icra edilməyəcək yazılar şərhlərdir. O da B variantında doğru göstərilir. Yəni icra olunmur heç vaxt onlar. Proqrama modullar əlavə etmək üçün hansı əmrdən istifadə olunur? Bu importdur. Da idxal etmək. Ən azından del silməkdir, return geri qaytarmaqdır, def funksiyadır. İndiki range-in isə yanında işlənir. 3, 5, 7 nə edib? Baxaq görək. Ədədlərdir. Notlarına birinci bir siyahı verəndə onun ədədlərdə dırnaq olub olmadığına baxmalıyıq. Dırnaqlar yoxdursa normal natural və yaxud kəsr ədədlərdə dırnaqlar varsa onlar sətr sayılır. İndi S bərabərdir 1 deyir. For i in a. Bu neyi necə? Siyahının içərisində elementləri bir-bir götürür, tək-bətək. Birinci 3-ü, sonra 5-i, sonra 7-ni. Onların hər birini S-ə vuracaq. Birinci 1-i 3-ə vuracaq, S olacaq 3. Sonra 3-ü 5-ə vuracaq, olacaq 15. Sonra da 5-i, yəni 15-i 7-yə vuracaq. O da eləcək nə? 105. Keçir indi növbətinə. Verilmiş funksiyanın təyinatı nədir? Verilmiş funksiyanın təyinatında demək, hər hansı bir ədəd daxil edilir. Məsələn, 25. 25-in modulunu tapır, yenə 25. 25 9-dan böyükdürmü? Bəli. 9-dan böyüksə 10-a böl tam hissəni götür. 25-i 9-a böl 10-a böləndə tam hissə 2 dəfə düşür. Sonra gəlir 2 9-dan böyükdürmü? Axı dövrdür. While-dır. Xeyr, 2 9-dan böyük deyil deyə düşür return-ə. O zaman k-nı, yəni 2-ni çap edir. Deməli, tək rəqəmli olanda da k-nı onu çap edir. Çox rəqəmli olanda da
Yəni ən sona qədər gedir, sonda qalan elementi çap edir. Bu da nə deməkdir? Ədədin ancaq ilk rəqəmini geri qaytarmaq. 9 yaz, 8 yazsam 8-i qaytaracaq. 9 yazsam 9-u, 29 yazsam 2-ni, 149 yazsam 1-i. Bu formada. Bu da belə. Python da burada bitdi. İndi növbəti dərslərdə də qalan son mövzuları izah edəcəyəm. Hələlik xoş dinləmələr.